Salam qızlar, necəsiz? İnşallah hər biriniz yaxşısınız, də ki yaxşı olun. Yenə bu dəfə bir kargo açılımı videosuyla gəlmişəm. Telefonda təmizlik işi aparırkən baxdım ki, bir neçə video yaddan çıxıb qalıb, hansı ki paylaşmamışam. Öncə istədim silim, daha sonra dedim heyifdir, çəkmişəm, onu paylaşım, təqdim edim sizə. Təbii ki, alış-veriş belə kargo açılım sevənlər üçündür. Belə videolar kim ki bəyənmir, kim ki xoşu gəlmir, təbii ki baxmaya da bilər. Və həm də ki belə videolar bilirsiniz, mən hazırlayıb, həm də ki əməkdaşlıq proqramına göndərirəm. Yəni orada indi inşallah ki təsdiqləyərlər. Və həm də fikirləşdim ki, paylaşsam yaxşı olar. Bəlkə kimsə buradan neysə bəyənər, real görünüşünü görərək bəyənib sifariş etmək istəyər. Ona görə də dedim yığım bu 1-2 kargo açılımı videosu var bir araya təqdim edeyim sizə. Ümumiyyətcə tək kargo açılımı yox, hansı ki belə o ərəfələrdə çəkdiyim qısa bir videolar var idi. Onları yığdım bir araya. Elə bu videoda bir qısa bir vlog alındı. Və dediyim kimi qızlar, hal-hazırda izlədiyiniz vlog, yəni video çoxdan çəkilib. Və belə kargo açılımı etmişdim və sizin üçün də çəkdim. Bunu yəqin ki shortsda görmüşdünüz, paylaşmışdım. Özümə çox qəşəng belə ziyafət ayaqqabısı almışam ki, özəl belə günlərdə geyinim, toya, bayrama falan. Gündəliyə mən belə kabluq falan heç sevmirəm giyməyə. Əvvəllər giyinirdim, amma artıq son bir neçə ildir ki, heç sevmirəm. Belə hündürdavan ayaqqabıları, ancaq belə sport ayaqqabıları sevirəm giyinməyə. Belə aldım ki, evdə olsun. Doya bayrama harasa gedəndə giyinirəm. Çox qəşəngdir qızlar, həqiqətən də. Heç gözləmirdim belə gözəl, ürəyimə yatar da, yəni istədiyim kimi gələr. Bunun həm də məndə çantası, buna bənzər bir çanta da var, bilirsiniz, qara üstü qızılı detaylı bir çantam var. Aldım ki, onunla dəst giyinərəm. Çox keyfiyyətli gəlib və burada kodunu da qoyacağım qızlar sizə. Əgər bəyənsəniz, sifariş edə bilərsiniz həmən kodla. Hal-hazırda qiyməti qızlar bilmirəm 40 neçə manatdırsa, yəni 50 manata yaxındır. Amma mən bunu endirimlə almışdım, limitə düşmüşdü. 27 yoxsa 28 manata səhv etmirəmsə almışdım. Yəni münasib qiymətədir. Yəni çox sərfəli qiymətə düşdü, mən də aldım. Həm də səhv etmirəmsə hansısa brend mağazadan götürmüşdüm. Və belə daha sonra yenə limitə düşmüş bir məhsul almışam. Bunun da hal-hazırda qiyməti 17 yoxsa 18 manatdır. Amma mən bunu deyəsən 10 manata almışdım, yoxsa 11 manata. Artıq çoxdan üstündən xeyli keçib. Yadımdan çıxıb qiymətlər. Amma bilirəm ki, ona uyğun bir qiymət idi. O da ki, şampunlu qızlar, onu birazdan tam dəqiqliyi ilə göstərəcəm sizə. Ona görə açmadım. Bu isə iç geyimlər idi. Pambıq materialdan. Çox keyfiyyətli çıxdı bu da. Beşli dəsti idi. Bunu da açıq, etik deyil deyə açıq göstərmədim. O da limitə düşmüşdü. Ucuz gördüm, ucuzlaşıb aldım. Və bir də belə bir dırnaq naboru seti aldım. Və bilirsiniz, mən belə harasa gedəndə, çölə bayıra çıxanda, toy, bayram, ad gün falan, ya ümumiyyətcə belə gündəlik harasa gedəndə də belə də taxma dırnaqlardan istifadə edirəm. Taxıram, xüsusi kley var, o ilə taxıram, gələndən sonra çıxardıram. Mən gündəliyə, yəni öz dırnağımla uzatmağı sevmirəm də, yəni narahat oluram uzun dırnaqda, ona görə də belə dırnaqlardan istifadə edirəm. Taxıram, daha sonra çıxardıram. Və bunu da belə set şəkildə münasib qiymətə almışdım. Hamısının burada kodunu qoyacağım. Qızlar kim istəsə kodlar tapa bilər Temuda. Və daha sonra belə bir orada məbləği tamamlamaq üçün bir dənə də belə deyəsən paslanmayan poladdır. Artıq unutmuşam. Yəqin ki paslanmaz olar, çünki mən hər dəfə bijuteriyanı seçəndə çalışıram paslanmayan polad alım. Bu da belə bilirsiniz necə, bu
qabaq hissədən bir-birinə keçən bir şeydir də. Bax, burada göstərirəm hətta. Belə keçdi, çox qəşəng də qalır. Amma hələ ki heç bir dəfə də olsun istifadə etməmişəm bunun. Çünki fikirləşirdim buna uyğun bir sırğa da alaram, dəst taxaram. Ona görə də hələ heç sırğanı sifariş etməmişəm. Yaddan çıxıb, yəni ona görə qalıb. Taxmamışam. İnşallah ki taxanda qaralıb qaralmadığını deyəcəm sizə. Çox güman ki qaralmaz. Çünki indiyə qədər aldığım paslamayan polad bijuteriyalar heç biri hələ ki qaralmayıb. Və belə qızlar, həmən günü, yəni o kargo açılımı bir gündə çəkmişdim deyə, o başqa bir gündən idi. Bu isə bir başqa günün olan çəkilişidir. Artıq üstündən neçə gün keçib. Və orada yemək hazırladım, onu çəkmişdim, güya vlog başlatmışdım, davamını edə bilmədim. Düzdür, bu da həmən gündəndir, ardı. Yəni bundan sonra izlədiyiniz video həmən bir eyni gündə çəkilir. Və bayaq gördüyünüz bir neçə gün öncə çəkdiyim o kargo açılımında bu şampunu almışdım. Və üstündən artıq bir neçə gün keçib bu şampunu istifadə edərkən dedim sizin üçün də çəkim, necə çıxıb, yəni yaxşı olub olmadığını sizə də deyim. Və qızlar, bu kraska şampundur. Bilirsiniz, artıq yəqin ki bilirsiniz, belə bir şampunlar çıxıb. Yəni satışda, burada marketdə satışlarda da var, amma mən Temu'dan almışam. Özdəki yenə də brend mağazadan almışam. Düzdür, orada başqa buna bənzər şampunlar da var, amma hamısını oxudum, yoxladım. Ən yaxşısı deyilənə görə ki bu idi. Dedim sınayım və öz saçımın tonunda almışdım. Yəni belə deyim də ki istifadə etdim qızlar. Almağa dəyərmi desəz, hə, dəyər. Çünki yaxşı tutur saçı. Sadəcə olaraq mənim ağlarımı tam istədiyim rəngdə tutmadı. Yəni o boyalı hissəsindən biraz seçildi, dibləri açıq oldu. Yəni o da ondan irəli gəlir ki, mən ola bilsin saçım biraz tündür. Əgər saçı biraz açıq olan xanımlar istifadə etsə, tam düşünürəm ki, tam bərabər tutar da eyni tonda. İndi məndə tam dibi ilə, yəni fərqləndi də deməyim odur. Və belə qızlar, teksturası da belədir. Yəni normal kraska ki qatırığı necə olursa bu da elədir. Eyni kraska necə tətbiq olunursa elə də istifadə olunur. Yəni saçınıza tətbiq edirsiniz. Düzdür, normal kraskalarda hardasa bir yarım saat gözləyirsinizsə, bunu 15-20 dəqiqə gözləmək kifayət edir. Yəni tez tutur kraska. Burada da təlimatları göstərir. Burada göstərirəm ki, yəni 15 dəqiqə bəs edir saxlamağa saçda. Və belə 15-20 dəqiqədən də sonra yuyursunuz saçlarınızı. Hazırdır. Saçlarımız boyanmış olur. Mən də elə burada saçıma boyanı çəkirdim. Ona görə də dedim, biraz bu şampun haqqında məlumat verim. Əslində, yəni bundan öncəki kargo açılımında orada kəsmişəm o hissəni. Biraz yəni orada izah etməli idim, amma sadəcə olaraq elə bu vlogu gördüm. O hissəsini kəsdim, dedim burada aydınlatma gətirim şampun barəsində. Və belə şampunu qoydum saçıma. Şampun tutunca özümə də bir dənə qara lavaşla göy qutabı hazırladım. Cicik yemək qatıqla yedim. Və sonra daha sonra saçımı yudum. Və dediyim kimi tam razı qalmadım. Elə burada da axşamı, həmən günün axşamıdır. Yenə bir kargom gəlmişdi, amma bunu kuryer çatdırmışdı. Yenə çox az bir məhsul sifariş etmişdim. Daha doğrusu burada ikisini pul ilə almışam, amma bir dənəsi bir məhsul hədiyyə olaraq göndəriblər. İndi göstərəcəm onu. Və pul ilə aldığım məhsullardan biri belə bir oyuncaq almışdım Fuadı üçün. Futboldu. Onu yəni Fuad özü görmüşdü Temu'da. Mən Temu'da baxanda o görüb mən demişdim, elə bundan alarsan, elə onu da sifariş etmişdim və gəlmişdi. Burada da onu uşaqlar yığdı ki, görə yəni necə oynanılır, ona baxırlar. Burada da bacımın oğlu gəlmişdi, elə oğlumla bacım oğlu oynayırlar, həvəsləndilər. Biraz oynadılar, mən də çəkdim ki, yəni həm də
necə bir oyuncaq olduğunu görmüş olasınız. Bəlkə siz də uşaqlarınıza sifariş edərsiniz deyə. Bunu da yenə də endirimlə aldım. O da biraz baha idi qiyməti, amma endirmə düşdüyünə görə biraz ucuz aldım mən. Və daha sonra yenə aldığım məhsulun biri, bu da özümə optik eynə qalmışdı. Bu həm ucuzdur, həm də bunun nəyi belə Tebundan aldığım eynəkləri niyə görə bəyənirəm? Gözə zərər vermir, ağrımır da. Normal optik eynəklər var ki, bəzən adama gözünə ağrı verir. Bu, yəni gözü ağrımayan, yəni gözü zəif görməyən insanlar da taxa bilər. Çünki orada yazılıb ki, oxu eynəyidir. Hər kəs bu eynəyi taxıb kitab falan oxuya bilər, yəni nəsə izləyə bilər. Ona görə də zərərsizdir. Həm də ki, o buruna oturan hissəsi kəsmir də. Bəzi eynəklər var ki, o hissədə iz salır, incidir adamı, amma bu çox yüngüldür, adamı heç incitmir. Ona görə elə bir eynək aldım özümə. Və dediyim kimi qızlar, bilməm hansı kampaniyadan istifadə etmişdim. 2 məhsul alana bir məhsul hədiyyə verilirdi və hədiyyə olaraq da bunu seçmişdim. Belə bir paletkadır, göz paleti. Güya ki, özüm üçün sifariş etmişdim bunu. Gəldi və əlim gəlmədi yenə də istifadə etməyə. Qoydum hədiyyə qutusunun içinə ki, yenə də ehtiyac olarsa kiməsə hədiyyə edərəm. Çünki görünüşü, belə estetik görünüşü falan belə əsl hədiyyəliyi idi. Əlim gəlmədi istifadə etməyə. Dedim elə kiməsə hədiyyə edərəm deyə atdım qutuya. Və belə qızlar, elə bugünə kargolarımız bundan ibarət idi. Çox qısa bir video alındı bilirəm. Amma dediyim kimi əlim gəlmədi silməyə. Dedim elə paylaşım. Ürəyə istəyən, xoş gələn izləyər. Və belə qızlar, videom da sona çatdı. Bu da deməkdir ki, sağollaşmaq vaxtı. İnşallah növbəti vlogda görüşmək ümidi ilə. Sağ olun, sağlıqla qalın. Özünüzə yaxşı baxın.